Şahnazdan gelir. Onda oxusa deyəcəm ki, Şahnaz 2 nəfər oxuyub. Biri Xan Əmidir, bir də Nəfəsdir. Ayıbdır dedim. Məcbur edirsən. Mən görsəm bu temaya gəlmirdim. Hamıya da xahiş edirdim ki, insan oturub orada belə borzu. Sən mənlə danışırsan. Heç kimsə səni qabanda elə belə uşaq oturmur. 62 yaşım var mənim. Sənin başın üçün deyilsən, mənə səhv tutasan. Səndən işim yox idi, amma bundan sonra işim olacaq. Mən görməmişdim. Onun elə danışdığın, belə söykənib belə danışında, danışanda bil kimin haqqında danışırsan. Bunun cavabı gələ bilər, gələ bilməz. Özdəki musiqini bilməyən adam gedib başını soxub Şahnazdan danışır. Onda mənim dostlarım da bana kömək eləsə, sən necə durarsan bunun qabağında? Biz musiqi davası edirik, sən də meyxanadan qoşulmuşsan bura. Sən muğam bilirsən. Elə bir mən qoşulmuşam meyxanadan izah verəm sizə ki, belə deyil, belə deyil. Nə qədər gülməli çıxır? Çox gülməli görsənir əslində.